O söz var yoxdur. Bizdə yoxdur sözü yoxdur. Nə yoxdur? Hər şey var. Restoran avadanlıqları, gastronomda şirniyyat dolabları, et məhsulları üçün soyuducular, buz dolabları, süd məhsulları üçün soyuducular, meyvə tərəvəz üçün vitrinlər, market rəfləri, uzun sözün qısası, marketlər və restoranlar üçün bütün avadanlıqlar. Harda? Uludağda. Həkimdən zatdan, zada babidən, zat öləndə, polisdən zatdan, həkimdən, müəllimdən, aktyordan zatdan, deyirlə deputatdan zatdan. Gələm, bələdiyyə keçkə. Əqqamsın metroda geyinir. Hələ əqqamsın geyinə bilmir. Yəni bu adam nə həll eləsin? Yəni bu boyda demokratiya azadlığa imkan vermir. Bu xaosa gətirib çıxardır. Deyir ki, mənim ərim mənə yatmır. Ay, oğlanlar hepsini döpürlər. Hayasız sözü əslində qəşəng sözdür. Verə, o qədər verdi ki, bəzi qeyrətli transda tərbiyəsi şey yoxdur. Mənim də əzim var, o da şey onda. Deyir, qızım sənə deyirəm, gəlini meşi, düz nə qızı eşidir, nə gəlini heç bir eşitmir. Döyən də biz, döyülən də, ölən də, öldürən də, söyən də, söylən də, bu vətənin övladları. Həmişə əlim çatmırdı balaca. Oturmamışam, mən yoxsa balacaydım, əlim çatmırdı, sözümü deyən birdim. Sözümüzü deyən biri, adam var ki, sözünü deyən biri, sözünü çatdıram, o bəzi deputatlar kimi. Mən təkilim ding getdi. Mən söz ding. Böyük nə olasın, nə? Həkimdən zatdan, zada babidən, zat öləndə, polisdən zatdan, həkimdən, müəllimdən, aktyordan zatdan, deyirlə deputatdan zatdan. Avropada, dünya ölkəmizdə deputat söz demirik. Deputat söz deyənə qədər hər şey əlin olur. Yəni ki, qanunverici orqanda Böyük Britaniyada parlamentdə nə düşünürlər ya İspaniyada? Qarda artıq məsələ əlli oldu be. O plenuma qərara qədər artıq məsələni həll edirlər. Bizə düzdür bəzən deputatlar yığılıb sən hansı söhbətə yığılırlar ki, deyir Razindən başa keçir. Orada Nərimanovda uşağın ayağını bu söhbəti müzakirə onu 2 nəfər oturub söhbət edə bilər. Çayxanada həll eləmək olar onu. Yəni bunun üçün 100 neçə nəfər yığmaq lazım deyil. Bunu 3 nəfər özələ həyətdə oturub həll edə bilərlər də. Bizdə az qala fikir vermirsən ərdə efirdə göstəriləri. Hal-hazırda gördüyünüz kimi Əhmədi metrosunun yanına falan bunu ekranda göstərmək gülməlidir. Bunu 45 dəqiqə həll eləmək olar ha. 1 saata diyor. Çıxarsan deyəcək ki, bələdiyyə kimdir? Gələm, bələdiyyə keçkə. Əqqamsın metroda geyinir gəlir. Mən bələdiyyə görmüşəm ki, çıxıram qarda, bilirəm ki, bələdiyyədir bu. Görmüşəm, adını çəkməyəcəm ağzı. Adam metrodan çıxır, qarda, çıxıram metro. Ding, next station Nərimanov. Bu adam metrodan çıxamır, o ki, qadı vəziyyətdən çıxsın. Başa düşürsən? Amma Avropada munisipalit deyirlər ha. Fransada meriya idarəçidir. İcra kimi hər şey odur da. Yəni bizdə bələdiyyə hələ əqqamsın geyinə bilmir. Yəni bu adam nə həll eləsin və bunu bu idarə edə bilmədiyi kimi ekran da ona işıqlandırır ki, gördüyünüz kimi Zabrat qəsəbəsində Zabrata deyəni, Zabratda zibil qabı var. Bu zibil qabını 4 yaxşı oğlan yığılıb götürüb ata bilər. Yəni bunun üçün Xəzər TV-yə, ANS-ə, Rəhmətli Space-ə, İctimaiyə, ATV, ARB bu ciddi kanalları narahat eləməyin. Onsuz istirahət edir uşaqlar. Yəni ki, birinci gün o istirahət eləsinlər də. Yəni o qardaş gəlir oradan müxbiri götürür, müxbir də ədamin elələr, ağzında yemək gəlir ora və gəlir o Zabratı çəkir və ekranda da 100 mindən çox adam oturub baxır ki, zibil qabı qalıb orada. Zibil qabı nə deyib? Doğru xırdan məsələ. Əslində bu deputatlar məsələsi var ha. Mən Allah Məhəmməd Əmin Rəsulzadə rəhmət eləsin. O kişi demokratiyanın əsasını çox pis qoyub. Bu azadlıq var ha. 19-cu ildə dekabrda parlament yarananda parlamentin fraksiyası var, o üzvləri var ha partiya. Erməni durdu verdi daşlar. Siz Marif Benarun, o da deyən, Stepan durdu, Şitayır, hamı sözün deyə bilirdi. Eser, menşevik, bolşevik, hamı sözün deyirdi. Müsavat dururdu ki, bir dəqiqə gəlib o bizə söz əsas partiya bizi. Və o qədər demokratiya oldu ki, bu xaosa çevrildi. Yəni bu boyda demokratiya azadlığa imkan vermir. Bu xaosa gətirib çıxardır. Bir də gözünü açdın ki, bolşeviklər gəldi. Yəni azadlıq çox olanda metroya çevirir axırda. Azadlıq yaxşı şeydir. Əsas içəridəki azadlıqdır. Yoxsa sən çox azad olanda, mən istəyirəm koftanı çıxardım. Çıxartdı hər şeyi. Amma bir dənə nə olar, bir dənə skeytlə çəkirəm. Nə olar, skeytlə. Çox şeydir insan azadlıq istəyir. Mən qardaş burada oturmaq istəyirəm. Qardaş olar mən bunu falan şeyə. Arada çox şeylər olanda artıq bir yerdə bir şey dayanmalıdır. Amma hansı şeyi ki eləmək lazımdır? O artıq azadlıqdır. O artıq qanunla ki, qardaş bunu eləməliyik də. Mən
Bir polis dostumuz var, sahə müvəkkili. Mənə bir şey danışdı, bir 3-5 gün əvvəl. Yaxşı fürsətliğini çəkir. Mən o qədər güldüm. Sən demə bu köhnə söhbəti mən bilmirəm də. Mən belə inanmadım. Mənə and içdi ki, dəlirsən, and içirəm, məzənərsən. Mayordur da, sahə müvəkkildir. Yığıblar bizə. Bir qadındır. Qışqıra-qışqıra gəlində problem var. Mən də yığdım uşaqları, polisləri, çevik polis, hamısını gəlmişəm. Nə olub? Mən üzr istəməyəcəm buna, çünki mən faktı deyirəm. Deyir ki, mənim ərim mənə yatmır. Polis dinləmə dedi, yatmır da mənə. 2 yerdə yatmıram da yerdə. Ay niyə yatmırsa? Uşaq vaxtı çağırdı. Yatmır. Deyir polis baxır belə. 3 serjant. Hə də, şikayət gəlir bax 2 dəfə özü. Deyir, nə dedi mənlə yatmır. Polis biz nə qaraq yaxşı. Deyir ki, tədbir görün də. Ay bu nə qaraq yatmır da, kişi istəmir də, yoxsa gəlmir də ona. Ay qardaş, niyə yatmırsan buna belə? Bu ayaq söylüb, yatmır da. Getdik. Dün ofer gəlmişik, sabah yenə yığır qadın. Yığır o tərəfə, 102-yə deyir, qardaş, polis mənə baxmır, 102 bizə yığır, nədir? Deyir, gedin oraya, nə olub? Deyir, bu yatmır da bu ilə. Deyir, elə hiç istərdim, gəldim, bunu tutdum yaxasından ki, dedim, yatırsan yat, yatmasan bizlə yiyib yatarsan. Konkret, tutazıq səni. Bu qorxusundan, mən də sual verirəm ki, rəisizin maraqlanım ki, bəs o yatdı oyunu, deyir, bilmirəm, yatdı, yatmadı. Bir qadın da bizə yığmır. İndi mənə deyir ki, Nofel, bu ən adisidir ya hələ. Deyir, mən indi onları mən danışamıyorum, çox biabası. Sən təsəvvür edirsən, gör vətəndaş, xəstə deyir, qadın normal qadındır, psixoloji heç bir problemi sarsıntısı dəlidir. Sadəcə o hesab edir ki, qanun çərçivə. O məsələyə o baxmırıq. Bunun psixoloqu var. Biz ailə məişət problemləridir. Daxili İşlər Naziri bu məsələyə baxmırıq. Təsəvvür edəcək ki, əgər sizin əriniz sizinlə yatmırsa, oğlunuz gəzəndə yerə tüpürürsə və ya da qızınız şalvarını dar eləyirsə, polisə qaynanan yatmayıb. Məzənərsən sən. Yəni gör, adama deyirsən başı xarabdır. Yəni 102-yə, 103-ə, 101-ə, yəni müəyyən şeylə buna görə yığarlar. Bəli, razıyam. Balaca bir siçan, balaca bir pişik qalar, nə yazasa bəli fövqəladə yığılmalısan dünyada belədir. Çünki bu fövqəladə vəziyyətdir. Heyvan qalıb, bəli, razıyam. Pişik qalıb, hansı deyiriz? Bizdə heyvan ölməz. Hayır, bizdə adam qalıb, qaynatamdır, qoqası 3-4 gün qalıb, bizə düşəcək. Bizdə elədir. Amma o ayrı, ora sən yığa bilərsən. Bir də var ki, mənim atam mənimlə, anam yatmır, atam yatmır. Oğlum mənim uzanıb yerdə, gəlin onu qaldırır. Qardaş uzanıb qaldırmağa 102 lazımdır. 4 polis gəldi, qaldırır, sağ olsun, qəhrəman boy. Yəni, gör nə qədər gülmə. Sonra deyir ki, vətəndaşların içində elə şeylə, valla bu danışılası deyil. Yəni, mən elə ən utana bağlaya danışdım zarafatını. Çox bir, yəni bunu danışılası deyil. Mən o qədər güldüm ki, sən nədən hələ sənə deyir, elə şey, o danışmıram, hələ elə şey danışmadı ya. Gör elə danışdıqları nədir. Hə, qapı bağlamır zəmət. Boş göməyə dolu vaxtım. Mən həmişə boşam da. Əldə adam, bizdə səhəs adamlar var, belliləri. Nə vaxt boşsan, yalandan qara. Göyə ki, əslində dolu olub, dolu olmayıb həmişə belə, özüm belə boş deyiləm, mənim belə işlərim var. Boşsun, boşudur ya. Boşsa göyə ki, öz qrafiki var. Saat 4-6 arası, nəyin arası, sən yoxsan, ne var, işsiz adı yoxdur. Həmişə işi olan adamlar bəlli qrafiki var, amma boşa olmayan, avara adamlar belliləri. Nə vaxt boşsan, sən həmişə boşsan da. İndi yox, mən o qədər avara deyiləm, əslində. Dünən bir nəfərlə söhbət edirdim. Dedi ki, bizim ölkədə o alətdə ifa eləyən yoxdur. Bir nəfər var idi. O da qaldı belə ki, hara get ki, qardaş, bizdə ona hoşlanıram, sən bunu hara, sən təsəvvürsə səni çağırma o toya, həmin alətdən gez, yer get burada. Yəni bizim toylarda, bizdə ümumiyyət Azərbaycanda o alətə ehtiyac olmadığına görə, qardaş çıxdı getdi Avropaya, gördü ki, burada ona lazım deyil. Bizdə 3 alətdir də. Nağara, qarmon, klarnet. Ümumi sintezatoru bilsə sənin çörəyin var. Hardasa sən lazımsa da, hardasa toy, nişan, hardasa. Saqqal niyə saxlamışam? Sual, mövzu nağara deyil, mövzu saqqal. Əvvəl mənim sözüm keçmir, açığını. Saqqal saxladım ki, bəlkə biraz sözüm keçmir. İndi keçmir. Yəni mən saxlayanda da keçmir. Saxlamıyorum, belə də hörmətim yoxdur, belə. Heç olmasa sözüm keçməsə, heç olmasa bir üzümü biraz gizlətsin də bu saqqal. Onsuz da defektlərimiz var da. Yo, o Tağıyev layihəsinə görə saqqal saxlamışdım. Əslində saqqal çox yaxşı şeydir. Həm mikrobların qarşısını alır, bir sənə həm dini tərəfdən, həm ümumiyyətlə toz, gigiyenik tərəfdən, yəni tibbi tərəfdən çox xeyirlidir. Amma bəzi adamların üzündən öpürlər belə. Oğlanlarda var, tamam da, indi Sovet dönəmində kişilər belə görüşür. Sovet vaxtı kimsə belə öpsün, deyir, ona varsan, səndə nəsə problem var da. Yəni, ümumiyyətlə öpüşmək biraz o deyir ya, qucaqlaşmaq. Ay, indi oğlanlar var, sizə öpürlər. Düz belədir.
Amma belə həmin qardaşları buradan ümumi öpürəm, amma elə öpə bilmirəm. Üzr istəyirəm. Mən yəni baba belə üzü gətirir. Qardaş nətərsən? Mən o qardaşda hiss edirəm ki, dodaqda belə gəl. Yo, elə öpməyin lan ola. Vallahi üzün dərisi gedir. Yo, indi abırsızlıqdan da gedənlər var, amma adam var o qədər həyasızdır ki, dərisi elə yerindədir. Yəni o üzünün suyu var. O qədər abırsızdır ki. Yo, həyasız sözü əslində qəşəng sözdür. Qardaş nətərsən? O normaldır. Çünki 80% həyasızdır adamların yəni. Məktəb direktorlar həyasız deyirlər. Yəni hamıya aid deyil təbii ki. Onlar qurbandırlar. Jертва deyirlər rus dilində. Onlar qurbandır. Yəni məsəl üçün onların imkanı olsa, deyirlər ki, havaya görə də ödəniş eləyində hava pulu yığırlar. Təsəvvür edirsən. Ödənişli sistemi başa düşdük də, ödənişsizliyi də bildik. Bu hamısını başa düşdük. Amma buna görə necə yəni filan şey gətir, filan şey ver, filan şey ver, filan şey ver. Ay da verə o qədər verdi ki, o baxdı ki, qarşı axırda yəni day nəyi verə? Hər şey verdik tutardı da. Buna pul ver, ona pul ver, buna pul ver. Sivafam ya, hazırlı pulu, falan pulu, zibil, süpürgə, taxta, mebel, hava, arenda, kirayə. Bir müəllimin yoldaşının ad günü, müəllimin öz ad gününü bildi. Bu yoldaşının ad günümüzü eləməliyəm. Uşaqların ad günü, müəllimə bu gün Navrana gedəcək, yox bu lazımdır. Onu da bir daha yaxşı. Yəni qəyyumluğa götürmüşüksə bilək ki, hər direktoru məsələn neçə valideyn götürür də qəyyumluğa da. 15 nəfər yığılaq, direktorun xələsini dolandırardı. Valla bu çox çətin bir şeydir. Dəhşət bir abırsız bir şeydir. Vallahi doğrudan da deyirlər Nofel qardaş vaxta niyə getmir? Mövzu qutarmır. Mövzu o qədər çoxdur ki, mən sənə açıq bir şey deyim, ciddi deyirəm, atam səmimi deyirəm, burada heç oynamıram. Bizim veriliş getsə də, dayansa da, bağlansa da, baxta var ha, baxta formatı olaraq hər yerdə gedəcək. Bizə niyə görə? Nə qədər Azərbaycan var ha, bu respublika, bu etnos, bu xalq, bu təfəkkür. Baxta gedir, deyil ki, sən yolda gedib baxtaya baxacaqsan. Yəni mənim danışmağıma ehtiyac yox. Ciddi deyirəm, bu proyekt burada da bağlansa, mən ümumiyyətlə heç nə danışmasam belə, baxta elə İçəri şəhər metrosa çıxan gün baxda görəsin. Ciddi deyirəm. Nərimanov deyəm dönərxanda belə bax. Elə də Nofel danışım, ciddi deyirəm. Mən deyəm belə baxıram ki, baxdadır da. Çünki real acı həqiqət var. Yəni ona görə yox ki, şükür Allah bizim dövlətimiz çox demokratik, azaddır, şükür Allah. Bircə dəfə bizə nəsə bir söz deyilir. Yox, əksinə bizə deyir ki, əla tamam elə. Danışırsan, fikirsən, ayca yox. Biz bu niyə danışırıq? Məqsədimiz kimisə ağıl vermək, sən düzələcəksən. Yox, o deyil. Ağıl vermək deyil, sadəcə olaraq bizim danışmağımız da heç nə dəyişmir. Kamera çəkiliş kart dolur, montaj edilir, YouTube-a qoyur, 50 min adam baxır, 10 nəfər sağ oldu, bildik. Amma heç nə dəyişmir. Sadəcə olaraq bilsən nədir? Bizim bir enerjimiz var, bir-birimizə atırıq ha. Əgər biz bunu ofisdə eləyirik, orada da eləyək də. Qoy biraz kamerada biraz bunu həzm eləsin də. Kardeş, kinoya obyektivi heç kimə lazımdır. Kinoya baxırsam siz çayıncaydı. Yəni mən obyektivi 10 görə içirəm ki, obyektiv danışıram. Amma subyektiv faktlar. Çünki adam var obyektiv danışmır. Dönən bir adama yenə dönə-dönə izah edim ki, qardaş Nofel bəy bilsin necədir? Zövqlər müxtəlifdir qardaş. Qələmdə zövq ola bilər, stəkanda zövq ola bilər, fincanda, konfetdə zövq ola bilər, köynəkdə sarı rəng. Yaradıcı prizmadan elə şeylər var ki, orada zövqlər məsələsi işləmir. Nöqtə. Mozartdır. Sənin zövqün var, zövqünə görədir. Anlayırsan, qavramırsan, başa düşmək istəmirsən, sevmirsən, sənin qabitusuna görədir, ayrı mövzudur. Mozart var və salam. Bu Mozartdır. Rock mənim zövqümə gəlir. Sənin zövqünə görə deyil, bu rockdur. Başa düşdün məsələn nədir? Sən anlamayabiləcəksən normaldır. Məsəl üçün mən deyirəm, açıq deyirəm də, elə şeylər var ki, mən başa düşmürəm ədəbiyyatın o janrını. Bu mənim zövqümə görə deyil. Bu ədəbiyyatın janrı qəliblənib, təsbitlənib, təsdiqlənib, vəssalam. Var da 200 illik var ədəbiyyatda. Amma Nofəlin zövqü nədir? Amma bu kinoya baxan indi yoxdur. Heç olmasa stəkanında. Əslində burada sizin reklamınız ola bilərdi. Ya sponsor tutmaq istəmirəm. Bizim sponsora ehtiyacımız yoxdur. Bizim sponsorumuz elə özü bizə həcc lazım deyə bizə gəlsin köməkləsin. Sadəcə Nofəlin həccisi var. Mənim də həccim var, o da şey onda. Mənim başqa həccim yoxdur. Gəlir elə söhbət edir, çıxır yerə və salam. Yəni bizə sponsoru belə sponsor nə qalxır düşür də ki, gəl sponsorum var. Demədim, mən baş deyirəm sponsor. Yəni amma başqa nə gözləyirdi ki? Mən bir də dedim ki, Nofəl mənim dedim ki, mənim sponsorum yoxdur dedi. Görün qardaş bir dəqiqə tutuldu, nə fikirləşsən qardaş? Ciddi deyirəm, ki qardaş belədir. Mən belə aşağıdan yuxarı süzdüm, mən də bir dar şalvar giymişdim. Belə mənə baxdı belədir. Deyirəm, ay ki, ciddi deyirəm. Yox, mən oğlanam, mən oğlardan deyiləm, yəni bəziləri kimi deyiləm. Yəni, qeyrətli oğlanlar Instagramda var idi, gördün onu, burada var, qeyd eləmişəm ki, bəzi qeyrətli translar, adam özünə fikirləşir, yəni, bəzi oğlanlardan da qeyrətli translar yaxşıdır.
şərhlər var. Azərbaycanda çox universitetlər var, institutlar var da. Məsəl üçün falan institut, geologiyadır, fizikadır, inşaat institutu, nüvə, radiasiya, bir dənə şərhlər institutu yaradılsa, inandırım ora 6000-7000 adam oxuya bilər. Rahat hamı qəbul olur. Çünki bizdə bir dənə maraqlı şərh yazma qabiliyyəti var. Yəni insanlar elə şərh yazırlar ki, baxırsan ki, bəlkə də həyatında heç əlifbanı bilmir, hərflərdən bilir. Amma şərhin özü maraqlıdır ki, bunun həyata baxışı elə bu şərhdə bilir. Orada elə şərh yazır, çoxu söyüşdən olur, yəni onları demək. Amma hərdən keyfim olmayan da oxuyuram onu, ölürəm gülməkdə. Biri yazıb ki, qardaşın başında problem yoxdur, var deməzdim ki, qardaşın başı yoxdur. Ümumiyyətlə, yəni biz elə şərhlər yazdı, söyüşdən çox demək olmur, amma çox fundamentaldır. Baxırsan ki, vaxt elə, bu nə də çox biədəbdir. Amma baxırsan ki, deyəndə bizi, vəziyyəti yaradan da bizi, vəziyyəti qiymətləndirən də bizi. O mənim bir şeirim vardı, o vaxt yazmışdım. Deyir ki, döyən də biz, döyülən də, ölən də, öldürən də, söyən də, söyülən də bu vətənin övladları. Məhkəmə çoxdur da bu ölkədə. Dünyada məhkəmə sistemi varsa, təbii də müəyyən cinayət işləri var da, araşdırırlar, məhkəmə gedir, fakəs, həbsə. Bir dənə məhkəmə işini oxudum mən. Ceyhun, 586 milyon manat mənimsəmə, yarım milyard. Hətta oturdum, baxdım ki, ay bu nə mənimsəmədir? Qardaşlar nə ediblər? Qardaşlar deyir, biz pis çıxırıq, mənim qardaşlarım deyir yəni. Dövlət əmlakını da talamayıblar, oradan bura gizli pul köçürmə, vergidən yayınma, ofislər. Yəni elə bir iş qurublar. İndi bunları məhkəməyə çıxardılar, üçün həbs ediblər. Qardaşım biri qaldı ki, ay mən nəzarətçiyəm deyir, mən mühafizəçiyəm, mən o pulu nətər görürəm, yarım milyard, mən cibimdəki 46 manat sayamıram. Biri də mən onun dayısıyam, mən təsadüfən sağlar bu söhbətə. Təsadüfən yarım milyard yeməyə bax, qardaş. İndi gör, bu 3 nəfər yarım milyard pul yeyibsə, gör bir 20 nəfər belə olsa, ölkənin büdcəsini dağıdarlar. 20 nəfər elə olsa, haradasa 10 milyard pul yemək olar da. Vay, 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 vay. Kaş mən də olardım, dayısı oğuzad olaydım. Mən də olar deyəm ki, mən aktyor adam, mən 3 milyon pul yemişəm. Özüm mən o qədər safam deyərəm ki, vallahi billahi milyon yarım yemişəm. Gəl üstümə axtar, üstümə bax, üstünə milyon yarım sən yıxsan, ağzından çıxar da bunlar. Mövzu budur. Nofer, bizim film nə oldu qardaş? Hansı film? Dörd təkər deyirəm də, bizim. Dörd təkər, komediya. O dörd təkər deyəm mənəm, amma Azərbaycan filmi ümumiyyət heç kim baxmır. Dörd təkər filmi olacaq, yaxşı olacaq. Həm də ki, bir dənə deyim ki, yadından çıxmasın. Ailəvi komediyandır. Ailəvi komediya, bəli. Baxılacaq? Baxılacaq, 100%. Sən nə konfet lazımdır? Sən nə konfet lazımdır? Gəl o dörd təkər filmi bizim filmimizdir. Sentyabrın 4-də bütün kinoteatrlara dostlar. Aprel, may, iyun, iyul, avqust ayı, yəni hamının yatdığı aylardır. Düz adam var il boyu yatır. Darıxma, 3 ay yedi belə iş yoxdur. Amma film sezonu, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart bitdi. Biz sentyabrdan sizin xidmətinizdəyik. Ailəvi komediya deyirik. Əslində ailəvi komediya o plandan deyirik. Əslində belə janrı yoxdur. Etik, əxlaqi, estetik, ekran, tərbiyəvi 12 üstə gəl. Yəni o qorumaq şərti ilə bədii filmə baxmaq lazımdır. Mən deməyəcəm dramaturji material olaraq güclüdür. Mən də baş rollardan birini ifa edirəm. Amma baxmaq olar o filmə. Yəni bir filmə ki belə baxırsan, söyüş olmadı deyəm. Tərbiyəsi şey yoxdur. Kinoya belə baxmazlar da, kinoya belə baxarlar. Azərbaycan filminə bağlı bir görüş oldu. Ay vay. Bunlar oturublar filmi təhlil edirlər. Mən də oturmuşam ki, sağ olsunlar, mənə sayıblar ki, filmə mən də bir münasibət bildirirəm. Qardaş danışı gətirir çıxır siyasətə. Bəli, Azərbaycan dedim, ay qardaş. Hara siyasət aparır səni? Bundan gedir söhbət. Ay filmə biri deyir ki, burada dramaturji olaraq məsələn mən belə görürəm. Bəli, ölkədə ay qardaş deyən hər şey siyasətə bağlamaq olmaz dostlar. Mənim siyasi pozisiyam yoxdur. Məni siyasət heç vaxt maraqlandırmır. Mən ziyalı olaraq, sənət adamı olaraq mən özümün siyasətini qurmuşam. Yaradıcı adamın siyasəti odur. Filmdən danışmaq lazımdır. Kinodan, Azərbaycan kinosunu inkişaf eləmək üçün Tağıyev kimi film çəkilməlidir. Bakomediya məhsul. Gedin baxın. 4 seriyadır, 2-ci seriya Tağıyev çağırır kinoteatrlara. Bu filmlərə baxmaq lazımdır. Oturub etnosu, dünya xalqlarının xarakteristikası vardı. Məşhur Norveç səyyahı yazmışdı. Köhnə kitabıdır 89-cu. Orada xalqların xarakteristikasını oxuyurdum. Erməni, Azərbaycan, hamısı var idi. Azərbaycanlılar haqqında yazmışdı Marco Polo'nun hamısını ümumiləşdirib. Əslində bəzi şeyləri düz yazmışdı, amma bəzi şeylər mən ona razı deyiləm. O gəlib indi 2025-i görsəydi, səni inandırım elə şeylər yazaram ki, məsələn bu xalqın etnosunu, Azərbaycan Respublikasının bir dənə xalqda yaşayan insanların xarakteristikasını kitab yazsan, çünki elə şeylər yazmaq olar ki, bir dənə kitabda, bir 25 vərəqli kitabda oturub gülərik, hamımız gülərik ya, xalq olaraq 11 oturaraq hamımız gülərik.
Sonra bir gün ağlayaraq, özə dayanmadan ki, ay bu nədir? Biz bu nə xalqdır? Biz bununla nə etmək istəyirik? Bəlli bir şey var. Kolumbiyalıları götürsən, xalq olar, Kolumbiyalı oturub baxırsan, ya bəlli bir şey var da, tap 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 da dövlət, qanun, hər şey var da budur. Braziliyalılar belə cürdür. İspanlar belə. Azərbaycanlıların bunun adət-ənənəyinə bağlı, adət-ənənəyinə bağlamır. Adət bilirsən nədir? Adətlərdir, inanclardır, mərasimlərdir. Bu ayrı şey. Bizdə belə şeylər eləyir, ki, İspanlar belə eləyir, İngilislər belə eləyir, bizim bu ayrı şeydir. Bir də var ki, ümumi təfəkkür var, istər mental, hamısını toplayanda 2025-in durumuna baxsan, sən inandırım, mən hərdən bir belə baxıram, analizlərinə baxıram da. Hərdən elə bilirəm ki, biz harasa düşmüşəm. Bu Yupiterdir, ya o Yupiterin hansı bir peykidir. Sonra Azərbaycanca danışır, bir Yupiter desə, Yupiter də şəkər belə. Qardaş, yəni 40 dəqiqə danışır, sözlər o belə olur, bir son dövrlər ümumiyyətlə bizi parçalayan, məhv edən bilsən nədir? Dünyanı. Azərbaycan xüsusi. Azərbaycan ümumiyyətlə dünyada bir problem olan kimi dünya yapışır ondan. Biz yəni dünyadan da düz yapacaq ondan. Asan şey, ChatGPT var. Ssenari müəllifləri. Nə deyirsən? Ham verir. Yaxşı oğlan aşkı taxıb, qulağında nalışnik, başında papaq, qıçasında şey. İnformasiyası hazırdır. Gör Elon Musk, görün bunlar, görün bu robotlar, gör insanları bir sən elədilər. Hansı gələcək? Gələcəkdir, artıq gəlib. Bu gələcək artıq gəlib. Gələcək gəlib. Mən hətta təklif verim ki, əcək zaman şəkilsini yığışdıraq. Mışmış, bir də var ki, əcək yoxdur. İp gəlib. Gələcək gəlib. Gələcək yox. Nə var? İstənilən gələcək artıq indi var. Çünki insanların gələcəyi 20-30 il qabaqlamağı var. İndi deyil. Qardaşsan, yəni sən fikirləşin ki, görəsən elə olacaq ki, indi insanlar imkanı olsa bilsən eləyərlər. Robotu meyxana dedizdirərlər. Rədifdən çıxdı, robot meyxana deyər. İndi bilsən, elə bir şey eləmək istəyirlər ki, tez məhv elə, tez kökünü, hər şeyi məhv elə. Tez bazara vaxt yoxdur, tez məhv elə. Sındır dağıt, hər şeyi məhv elə. Konkret budur mövzu. Gələcək mövzusu. Ofa. Yine gəldi bu nəysədir. Allah, konfet yaramadı. Yaramadı? Kinoya baxan yoxdur, çay demləyin, çək ki. Bu da Azərbaycan tamaşaçısı. Vəssalam. Nə istəyirsiniz? Oturub baxmırlar. Ayaqüstə baxın, təklif edirəm kinolarımıza ancaq. Yox, bəzi kinolar var ki, ona oturub da baxmaq olar, uzanıb da baxmaq, hətta yuxuda. Amma bəzi kinolar var ki, hansı bir kinoya baxdım mən 20 gün bundan əvvəl. Ceyhun, film çəkilib Xocalı faciəsindən. Azərbaycan Respublikası, Azərbaycan xalqı etnosu üçün ondan o yana faciə mən tanımıram şəxsən. Çox qəribə bir bu faktda deyim, yaxşı yadıma saldın. Niyə görə yanvarın 19-20-si, 20 yanvar ümumi xalq hüzn günüdür. Bravo. Əla, başa düşdü. Mən onu gözümlə görmüşəm birinci sinifdə. İş günü deyil, olmamalıdır falan. Xocalı faciəsində niyə görə iş günü olur? Çünki mən Xocalı faciəsi günü dərsə gedəndə görmüşəm. İş günü, düzdür məziz qardaşlar? Ha? Niyə? Mən bunları müqayisə eləmirəm. Bu meyvə deyil müqayisə eləsən. Xahiş edirəm. Xocalı faciəsi Azərbaycan üçün mart soyqırımından sonra gəlib gedən ən böyük faciədir, biləsiz yəni bunu. Biləsiz, hamı bilir, amma bilirlər, amma onu elə bir ki, hə doğrudan nə? Doğrudan nədir? Xocalı faciəsi biz nədir? Xocalı faciəsi elə bir şey hekayədir ki, yəni nə qədər bədii filmlər çəkilib də müharibədən. Yüzlərlə, minlərlə sayısı hesabsızdır. Hər ölkənin xalqının öz bədii, sənədli, sırf sənədli bədii verilişlər, çox da silsiləli şeylər. Ən böyük qlobal problemlərimizi, ən bəşəri problemlərimizi bu stəkanın içi qədər əks etdirirlər. Sonra da ki, bizdə niyə inkişaf yoxdur? Sən o boyda şeyi zibil eləyəndən sonra insanlar bu boyda konfeti, bəyənmədiyimiz konfeti qloballaşdırıb təqdim edə bilirlər. Rus dilində söz var, pripodnesiya təqdimat. Biz onu təqdim edə bilmirik. Bu vaxta qədər çox pis təqdim eləmişik, 34 il, 35 il olacaq da fevralda. Mən baxdığım filmdə, sən təsəvvür elə ki, mən təsvirdən danışmayacağam. Mən sırf filmi təhlil eləməyə mən vaxtım yoxdur burada. O film o deyil, onu təhlil eləyim. Qardaş, qulağı kəsillər. Üzr istəyirəm, mən bunu deyirəm elə. Bax, qulağı kəsillər, qan qulağına, uşağı hamilə qalır. Bilirəm, statistikada bunu bilirik, amma bu təsvir sənətidir, bu kinodur, buna hər şey göstərmək olmaz. Bu bədii həlli var da, xudosisində şey deyirlər ona, priyom deyirlər. Gözün çıxartmağı, qulaq, burun kəsmə, yerdə qan, siz nə edirsiniz qardaş? Başa düşürəm, ermənilər vəhşidir, razıyım, özləri də bilir bunu. Vallahi erməninin özü də bilir, o vəhşidir. Erməni çox gözəl bilir, boynuna düşüb sadəcə. Amma bunu belə göstərmək olmaz. Ceyhun Mirzəyev onu o vaxt eləyənməzdi, çox qəşəng eləyərdi. Ehtiyac yoxdur ona. Yəni ona ehtiyac yoxdur. Sözlə ifadə eləyərsən, amma yəni bu cür Xocalı faciəsini dünyaya təqdim eləmək bilsən nə deməkdir? Belə kino təqdim eləmirlər. Kino uşaqlar çağırırlar, cavanlardır da. Gedib baxıram. Kino ilə bağlı. Kino, səhnə, tamaşa, nəsə qurublar. Oturub baxıram. Mən o ifadəni işlədəməyəcəm, üzr istəyirəm hamıza. Çünki o ifadəni işlədəməyəm, ayıbdır. Ayıbdır, yəni söyüşdür də bu. Səhnə onun üstündə qurulub. 20 dəqiqə sonra ancaq o sözü deyirlər də. Ayaq yol səhnəcidir. Kişi oturub da ayaq yolda. Ürəyimdir, canlarımdır, dostlarımdır.
O deyir, bu deyir. O deyir, qardaş, siz başa düşürəm, cavansız. Gənclər, perspektivini inşallah yəqin ki, daha mən onları çox istəyirəm, çox istedadlı uşaqlar var orada. Amma mən onlara demirəm ha bu sözü. Onların belə deyir qızım sənə deyirəm gəlinim eşit. Düzünə qıza eşidir, nə gəlin heç bir eşitmir indiki dövrdə. İkisi də havaya gedir. Valla qıza deyirsə qız belə gəlin. Mənim vaxtım qulağında heç bir qulaq asmır. Elə özümə qalır o söz. Onu hamıya aid edirəm. Kino, teatr, təsvir sənətidir bu kino. Teatr estetik sənət, estetikadır bu. Hər şey danışmaq olmaz sənət. Əlbəttə evdə söyüşlə danışırıq. Ata sən bir qonşumuz vardı. Böyük bir balerinanın qardaşıdır. Onun oğlunun atası futbol oynayırlar həyətdə. Okey, atın oğul futbol oynaya bilər. Oğlum vardı 11 yaş, atanın da 50 yaş. Oynasın da mən bir söz demirəm. Məsələn mən atamla heç futbol oynamamışam. Yəni onu təsəvvür edirəm. Uşaqlar qol edir, deyəmsə daha futbol oynayır. Belə şey təsəvvür eləmirdim. Mən bunlar oynayırdı da. Ata deyardı qapıda, oğul vurur da qapıya. Atası sənə deyirdi uşaq, söyüşlə düz deyəndə. Bu da bunu sən düz vur da. Belə ailələr də var. Bacı qardaşı söyür evdə. Bir rahat yer, belə olmalıdır. Bir kompeti verir, belə. Bu o demək deyil, göstəricidir. Azlıq və istisnalar müstəsna hal. Ümumi təqdimat demək deyil. Ümumi deyil. Yəni bunu ümumiləşdirmək olmaz axı. Kimsə kimləsə söyüşlə danışır. Yəni ya qardaş mənim naim oğlanımı söyür, bildimi o xarab adamdır söyür. İndi biz onu yalnız hansısa bir bədii priyon və qəhrəmanı göstərə bilərik ki, belə eləmək olmaz. Adam anası söyür. Amma bir də var ki, nə olur adam anası söyür, sahibin qardaşı da dədəsini söyür. Elə şey olar. Ya bu necə göstərmək olar? Xahiş edirəm dostlar, kinoda, serialda, verilişdə, efirdə, ekranda, teatrda, hansı bir yerdə bir şeyi unutmayın, bir şey əsas. Bu təsvirdir. Bu estetik tələblərə, meyarlara cavab verən bir şeydir. Bu estetikası var ya bunun. Ağzına gələn danışır. Nə gəldi demək olmaz. Sərbəstlik, modern, interpretasiya, təqdim, bunu bilirik, amma belə olmur bu. Bunun öz individual, öz dramaturji, öz belə qəliblənmə bir konkret halı var ki, sübut elə ki, bu nə demək? Yoxsa durma, falan kəs var, yoxsa nətərsə, Allah gözdən qəşə rahatlıq, belə rahatlıq olur. Biraz bir 10 dəqiqədə stəkandan danışarlar da verirsə, şərhlər yazırlar. Stəkan dəyişmirsən, hə. Köynək dəyişmirsən, köynəyə baxırlar. Köynəyə boş qoysan Nofel yadı, köynək danışır. Bizdə var axı forma məzmununda. Köynək danışır. Köynək o deyir, köynəyə baxırsan sən. O demişəm də voleybol oynayanda qızlara baxırsan. Ay hesab nə idi? Hara baxırdı? Qızlara bax. O 6 nömrəyə bax, onun qısasına hara baxırsan? Oyun qalıq ayaqlarına baxır qızı. Bizimki o da axı. İnandırım sən voleyboldan anlayışı olmayan, voleybola həndibolla səfsən adamlardır. Gəlib otururlar baxılır. Qız ona bax. Ağzı 2 nəfər dəfə ki ağzını silsin. Yəni biri var özü baxır. Sahib boşsa, mənim axşam nədə? Çayçıdayım. Tahir sən necəsən? Gəl gedək voleybola. Voleybola bax, voleybol. Yəni voleybol getdi. Aparır biri buradan silir. O da atan öyle. Azərbaycan hansı kimləsə oynayırdı? Qızlara baxırlar. Mövzu o deyir. Yəni mahiyyət deyir də, gedək voleybola baxa. Baletə baxa. Baletə niyə sərsən? Balet bilmir nədir? Opera, balet eyni şey bilmir. Balet nədir? Ancaq o qızlara bax. Bu oğlanlara falan nə ailə saxlayırlar ki? Baleron nə geyimi? Təsəvvürdə baleron kostyumda çıxır da qalsın ki. Mən balet oynayıram, Namiq müəllimə görə utanıram. Keçdi. Bizdə bir əmək qayıt ki, sənət adamı. Baleti ləğv eləmək olar. Ciddi. Bax, and ola Allaha deyir ki, baleti ləğv eləmək lazım. Niyə müəllim? Deyim, zarafat ciddi deyirəm. Balamıza deyim, neyəcə deyir ki, balet Azərbaycan mentallığına yad. Deyim, bəs balet necə oynanmalıdır? Yəni ki, vitəsə dəbilqə ilə çıxırlar ki, biz Murad müəllimə görə hal-hazırda tullanma hərəkət eləyəmək, dəbilqə ilə qanqıraqda köylü ikinci cərgahımın başına. Yəni, balerondur, başqa cür geyinə bilməz. Sən baletə baxmağa gəlmişsən, yoxsa müəllimə? İndi bu nəyə baxasan sən? Reklam zat yoxdur müəllim. Reklamlarda görürük. Yaxşıdır, yox. Nə verirlər? İşte bir də belirlə var. Nəyimə lazım nə verirlər? Bu nə? Yox, belə bir şey nəsə alırsa orada. Yox, gəlirəm belə dua edirəm. Allah yaxşı mənə çağırırsa. O Pirallaha dasa gəldim, çəkildim, getdim. Yəni çox rahatam. 120 kilometr vaxt getdim. Nə danış? Mən çox məmnunam gəlib burada. Niyə yəni? Deyirəm qardaşlarda işləyirsən. Mən öyle taksi, mən havaya aparırsam bunu. Niyə xeyir olur? Xeyir olur. Xıyla eyni arasında bir də belə yol ayrıldı. Baksol beləcəri yol var. Xeyir olur. Bəs yaxşı xeyir olur. Mən niyə hava eləməliyəm? Nofel Şahlaroğlu, sizə xeyriyyə cəmiyyəti, hər kəsə ucuz havaya reklamlar. Siz də gəlin hava. Niyə? Ehsandır. Niyə hava eləməliyəm ki bunu? Bəli, dostuma, sənə, başqasına eləyərəm bunu. Amma kimə görəsə havaya eləmək olmur, qardaşım. Niyə mən havaya eləməliyəm ki? Demək bir şey haqqı. Ödə çörək mənə havaya daxı, mən xeyriyyə. Nofel bəy, buyurun. O buydu zəhmət. Doğrudan da yəni biz niyə görə yaşayırıq? Hepsi mən danışandan sonra Nofel Şahlaroğlu böyük sənətkarlıq qırğıdır. Heç kimə lazım deyil bu. Biraz hesab bu mənim kimyada salmayacaq. Sadəcə olaraq mən bir dənə həmişə Nofel Şahlaroğlu olaraq bir sənədir. Bir balaca vicdanım var, balaca Nofeldə. Qoyuram qabama vicdanı verirəm.
Bunu danışırım sonra. Gəl bunu danışır. Axı sabah mən bildiyim şeyi niyə mənlə getsin ki qəbrə? Qoy bunu deyim getsin də. Bəzən bir sənədir, cəmi açıq deyirəm. Hərdən oturub belə baxıram ki, bloger deyil bu, TikToker. Belə də yəni səni bizcə dəyərləndirirlər. Ölkənin prezidenti də TikTokda danışır. Ta ki İspaniya bir TikTokerdir, ölkənin prezidentidir. Hansısa bir platformada nəyisə görmək, onun o işlə məşğul olması demək deyil. Xalq artisti Bakı və hansısa bir balaca çarxı var da, mahnı xalq artistidir bu, ifaçı deyil. Sadəcə çarxda var da. Təkcə Che Guevara paylaşdı, Che Guevara TikTokda da, Che Guevara TikTokerdir. Yəni siz bu əzbərə qlobal baxmaq lazımdır. Onsuz da mən nə qədər belə verilişlər eləsəm, yenə mənə reklamlara görə dəyərləndirəcəklər. Yəni gördüyüm xırda işlərə görə, maliyyə görə etdiyim xırda sosial. Çünki bura Azərbaycandır. Mən bu verilişi danışmıram yolun ortasında 160-lıq sürətdə 110-la sürüb yolun ortasında saxlayıb dişinin arasından tüpürüb iguana kərtənkələsinə oxşayan qaqaşlara danışmıram. Mən bu verilişi başqasının qonşusunun, baldızının evinin 3-cü mərtəbəsində yaşayan hansısa bir gəlinin alt paltarının rəng kolleksiyasını telefonda qeyd edən düm-düm xalqlara danışmıram. Mən bu verilişi üçün ağına görə bir-birinin yoldaşını söyən daydaylara danışmıram. Mən bu verilişi hələ də genetikasında problem olan, kodifikasiyası bilinməyən, balaca inkişaf etməmiş körpələrə danışmıram. Mən bu verilişi bilsən kimə danışıram? Mən bu verilişi danışıram Azərbaycan xalqına, millətinə, vətəninə, milli mənəvi dəyərlərə, öz təfəkkürünə, öz qaynağına, etnosunun tarixinə, ədəbiyyatına, musiqisi özünə, özümküləşməsinə, Azərbaycana hörmət edən Azərbaycan balalarına danışıram, Azərbaycan insanlarına danışıram. Və mən dünyada ən zəhləm bir söz var, o da bilsən nədir? Həmişə də zəhləm yedib o sözdən, açıq deyirəm də, yaxşı olacaq, hər şey yaxşı olacaq. Bilsən niyə görə? Çünki o sözdə bilsən nə vardı? Hər şey yaxşı, biraz yaxşı olacaq. Yola vermə, yalancı təskinlik, saxtakarlıq, qeyri-səmimiyyət, çıxış yolu tapmamaq. Həmişə elə bir şey gəlir. Amma Allah rəhmət eləsin, Hökümə xanım, bizim o pilotumuz o sözü deyəndə hər şey yaxşı olacaq. Mən bilsən nəyə başa düşdüm? Mən bu cümlənin nə qədər mənalı, nə qədər dəyərli olduğunu anladım. Ona görə ki, ən böyük ümidsizlikdən ən böyük ümidə doğru aparan bir şeydir. Ən belə uçurumdan, faciədən ən böyük belə parlaq bir işığa gedən yoldur. Ən belə gərginlikdən rahatlığa aparan bir şeydir. Bu ümid yolu, işıq idi ki, doğrudan hər şey yaxşı olacaq. Və ona görə də bütün bu emosiyalarımı, bütün bunlar hissiyatımı, danışdıqlarımı, bütün ruhumu, içimdə olan enerjini toplayıb Azərbaycan xalqına, Azərbaycan etnosuna, məni izləyənlərə, hətta izləməyənlərə